Bayaqki videoda izlədiniz. Kombinin alovu həddindən artıq yüksəkdir. Yüksək olması qaz təzyiqinin həddindən artıq yüksək olmasına səbəbdir. Və beləliklə bizim kombimiz düzgün heç bir zaman işləyə bilməz. Təbii ki, kombinin artıq qaz sərfiyyatına səbəb olacaq. Və bir də ki, üstəlik, kombidə qaz təzyiqinin həddindən artıq çox olması bir sıra problemləri özünə bərabər gətirəcək. Videoda izlədiyiniz kimi ana işinə görə diqqət etdiysəniz, onun ara hissələrindəki pərdəciklər artıq əriyib, yanıb və ondan sonra ana işinə görə özünə sıradan çıxardacaq. Bu halların baş verməməsi üçün mütləq şəkildə qaz reduktorundan istifadə edin. Alacağınız qaz reduktoru keyfiyyətli olsun ki, siz oradan tənzimləmə etdiyiniz vaxt düzgün şəkildə qazı tənzimləyə bilərsiniz. Bazarda bir çox qaz tənzimləyicilər var, bunların çoxu düzgün işləmir. Buna görə diqqət edin.